Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 47-ci dərs sual və cavabları. A variantı hansı məna doğrudur? Birinci. Ənbəun, əbvəbun, əzənun, əzənun. A. Xəbərlər, qapılar, qulaqlar. B. Binalar, qapılar, azanlar. 2. Təsbiru, zəqu, yubsirunə. A. Səbr etdilər, daddınız, görün. B. Səbr edin, daddılar, görürlər. 3. Fəmərat, fəkihə, cu'. A. Əsərlər, meyvələr, aclıq. B. Meyvələr, meyvə, aclıq. 4. Ə'ləmu, yəbsutu, yəqdiru. A. Bilirəm, genişləndirir, azaldır. B. Daha bilikli, bağlayır, təyin edir. 5. Bə'sun, qanitunə, əzmun. A. Şiddət, dua edənlər, iradə. B. Əzab, tabi olanlar, qərar. B variantı. Hansı variant düzgün cavabdır? 1. İndi isə bayaqları ərəbcədən Azərbaycan dilinə tərcümə edir. İndi isə Azərbaycan dilinə ərəb dilinə. 1. Səbr edənlər, qadınlar, doğru danışanlar, qadınlar. Tabi olanlar, qadınlar. A. Sabirat, sadiqat, qanitət. B. Sabirin, sadiqin, qanitin. 2. İmtihan edirik, bilirik, səbr edin. A. Nəblu, nə'ləmu, isbir. B. Nəblu, nə'ləmu, isbiru. 3. Aydın oldu, əhatə edən, tanıyırlar. A. Təbəyyənə, muhitun, yubsirun. B. Təbəyyənə, muhitun, ya'rifun. 4. Yeyirsiniz, xəbərlər bölünmüş. A. Tə'kulunə, əxbərun, məqsumun. B. Yə'kulunə, umurun, məqsumun. 5. Meyvələr, aclıq, övladlar. A. Təmərat, cu', əbnəun. B. Fəkihə, bə'sun, əbnəun. Düzgün tərcümələri müəyyənləşdirin. Hər ayə ərəbcədir və A və B variantında olan, Azərbaycan dilində olan tərcüməyə baxın, ona uyğun cavabları qeyd eləyin. Çünki düzgün tərcümələri müəyyənləşdirin sözündə 15 dənə test var və keçid alırıq cavablara. Hansı məna doğrudur? 1A, 2B, 3B, 4A, 5B variantıdır. Hansı variant düzgün cavabdır? 1A, 2B, 3B, 4A, 5A variantıdır. Düzgün tərcümələri müəyyənləşdirin də 1-dən 15-ə qədərdir və burada hamısı qeyd olunub. Əssəlamu aleykum və rahmetullahi və bərəkatuhu.